əsasən həyatından məmnun olmayan insan ölüm haqqında çox düşünür. Həyatdan belə doğrudan həzz alan insanlar, yəni bugünkü günü yaşaya bilən insanda, bax siz gələcəkdə ilişib qalmısınız, hə? Ölüm nədir? Yəni bu sonradır, daha çansa, düzdür? Bu gələcəyi düşünmə. Gələcəyə çox düşünürsənsə, gələcəkdə baş verənlərlə bağlı çox bir şey düşünürsən və qorxu yaranırsa səndə, demək ki, burada təşviş var yüksək. Yəni indiki gündə, indiki anda yaşaya biləcək bilmək qabiliyyəti sizdə formalaşmayıb. O olub açansa sizdə uşaqlıqda. Təşvişli insanlar çox gözəl olar ki, uşaqları özlərinə örnək götürsünlər də, belə deyək. Uşaq necə birdən-birə nəsə ağlına gəlir ki, gəl bunu gedim, bunu buna yapışdırım, bunu belə düzəldim, eləyim, bundan bir oyuncaq düzəldim, gedim oynayayım, neyim, ya da gedim qonşu uşağı çağırım, çıxaq biz həyətdə top oynayaq. Birdən-birə ağlına ideya gəlir ki, özünü belə necə əyləndirsin, necə könlünü açsın, belə necə kef çəksin və gedir eləyir. Uşaq oturub düşünmür, eləyim, eləməyim, ay belə olacaq, elə yıxılaram, əzilərəm, neynirəm, heç vecinə deyil, uşağın gedir eləyir. Bax, yetişkin insanların çoxsuna, özü təşvişlilərə o çatmır, spontan olmaq, anidən bir şeylər. Ağlına gəlir, sizin də ağlınıza gəlir ki, bunu eləyim. Əşi deyirsən, yox, neynirəm, mən yox, istəmirəm, həvəsim yoxdur. Uşaq deyiləm ki, ay birdən-birə, yox, gəlim mən bunu oturum, çox düşünüm, bəlkə sabah eləyərəm. Tutalım da dostuma zəng eləyəcəm, gəl gedək falan yerim. Yox, bəlkə heç işi var. Niyə mən ona deyim? Bəlkə heç niyə yapışım da ondan da. Bildiniz necə başlayırlar? Təşvişli insanlar neynir? Öz istəklərini dəhşət dəyərsizləşdirirlər. Hər cür şəkildə, belə maraqlı şəkildə dəyərsizləşdirəcəklər, ha. Heç anlamayacaqlar da. Bu dəyərsizləşdirmədir. Ay niyə zəng eləyim? Ay bəs böyük adamam, oturmuşam da evimdə. Ya da gedib özüm hardasa oturub belə çay içib gələrəm, nə bilim, nə edərəm. Bildiniz necə əsl öz istəklərini götürüb bir şəkildə dəyərsizləşdirirlər və onu eləmirlər. Hə, nə vacibdir? Tutalım, təşvişli insan nəyə eləməz özü üçün? Uşaqlıqdan istir bir rəssamlıqla məşğul olsun. Uşaqlıqdan hər il ağlına gəlir. Ayda bir dəfə gəlir ağlına ki, boyalar alardım, gedim özüm üçün belə kağızlar alardım, nə bilim, ağlına gətirir də, eləyərdim, bunu elə eşidir sonra, o vaxt idi, gələ o vaxt eləyərdim, vaxtında eləyərdim, indi nə mənası? Keçdi artıq mənim ki, uşaq deyiləm ki, dəyərsizləşdirir buradan. Təşvişli insanların bax, ən böyük problemi odur. Ağlına gəlir çox ideyalar gün içində, bunu eləyim, onu eləyim, ay gedim, ay bir anın içində özünü dayandırır. Və ona görə pozitiv emosiyalar hiss etmir, yaşamır, çəkmir. Dayandırır da, özünü hələ bir yaşamağa icazə vermir. Bu daxili bir icazə yoxdur da, bildiniz necə? Anında susturur, anında dayandırır, bastırır içində istəklərini. Nevrotik kateqoriya belədir. Nevrotik kateqoriya bu xastır. Ona görə orada panik ataklar, ona görə nevrozlar, təşviş falan, o bu. Çünki çox şeyləri bastırırlar gün içində. Təsəvvür edə bilməzsiniz nə qədər bir şey. Tutalım qadın da deyəcək ki, səhər duranda, ayğa bir saatda yatım, vaxtı da var. Amma o biri səs, o içindəki o tənqidçi səs deyəcək ki, yox, tənbəl zat deyirəm ki, mən o qədər iş var, qoy durum ayağa, qoy paltarları, atım paltarı yana, asım, nəyim, qoy tez, yox, mən tez dursam nə qədər çox iş görərəm. Yəni, adi, bir saat artıq yatmağı imkan olduğu halda özlərinə bu nevrotik kateqoriya çox görəcək. İcazə verməyəcək özünə. Yəni, gün ərzində özlərinə icazə vermədiyi şeylər çoxdur da, çoxdur. Saniyə içində gəlir, gedir, gəldi ağlına, bir şəkildə yoxdur da. Başqa bir şey gəldi ağlına, gün içində, məsəl üçün, işini görür, bir şeylər eləyir. Deyir ki, məsələn, nə deyim sizə? Gedim, nə deyim, ay Allah? Gedim kiminsə canlısı olur, tutalım bu vaxtlar, gedim ona baxım, hə, məsələn. Deyəcək ki, əşi yox, qoy, onun yerəsi durub bir dənə şirniyyat pişirərəm, ən yaxşısı. Gedim şirniyyat zat pişirim, boş-boş mən oturum o canlıda, nə bilim, nə. İstir bəs ki, oturub belə otursun maraqla baxsın. Yox, deyəcək, qoy qurum, səsi gəlsin. Yəni, artıq axşam deyir. Yəni, təşvişli insanlar hələ deyirlər ki, bütün vaxtı mən nə edirəmsə, faydalı olsun. Hə, baba, o da var onlarda. Nevrotik kateqoriyada bu var. Nə edirsə, faydalı bir işlə məşğul olsun. Ay, otur belə sakit otursun, canlıya belə baxsın, heç nə eləmədən. O özünə rəva bilməyəcək. Yox, gələk bu moment mən nəsə mütləq eləyim. Daha demirək, gecə tutam 11-də 12-də, ged otur rahat bir dincəl də.
Bax, nevrotik kateqoriya bu belədirlər. Özlərinə rahatçılığı verməyi bacarmırlar, özlərinə komfort yaratmağı bacarmırlar. Bacarırlar, bilirsiniz necə gəlir kiminsə tək özü üçün yox da. Tutalım, hə, uşağımın da xoşu gəlir. Necə deyim sizə, gəzməyə gedəndə də harasa dincəlməyə, ay tək özü üçün nəsə bir ideya gəlsin ki, tək özü üçün getsin, tək də, lap tək getsin. Yox, bu ideyanı atacaq qırağa, amma uşaqlara görə lazım oldu. Hə, gedəcək. Hə, uşaqlarla vaxt keçirmək lazımdır axı. Hə, ona görə gəl çıxım, gəl gedim.